sizə qarşı pis olan insanlara, yəni o söhbət yeniyetməlik, ən çox insanın beynində yeniyetməlik vaxtı qalır da. Bir yeniyetməlik, bir də ki, uşaq vaxtlarda olan hadisələr bir uşaq üçün bir ağır travma olur. Necə belə o insanlara necə cavab verərdiniz? Bax, sizə pərt eləyən insanlara nə cavab verərdiniz? Maraqlı bir hadisə yadıma düşdü, yenə həyatımdan, elə uşaq vaxtımdan. Amma ümumilikdə götürəndə mən keçmişimi demək olar ki, lənətlədiyim heç nə yox. Yəni, kaş o olmayaydı, kaş belə olmayaydı kimi bir fikir məndə yaranmıyor. Niyə görə yaranmıyor? Çünki nəticə etibarı ilə, yəni bugünün nöqtəsindən baxanda o hadisələr mənim həyatımda müsbət rol oynuyor. Mənfi təsiri olsa da o an üçün. Məsələn, mən çox deyil hadisə, yəni qoyun danışacağım. 2 dənə hadisə var. Qoyun birim danışım qutarım, sonra o birinə keçərəm. Olsun. Mən məktəbə getmədiyimə görə atamın yanında dəmir yolu stansiyasında fəhləlik edirəm. Mən axşam, gündüzlər gedirəm, orada işləyirəm, yoruluram. Axşamlar gedirəm, mənim bir dayım var, xəstədir. Onun yerində qarol çəkir. Deməli, o tədarük idarəsi deyilən, o 3 manat pul oğurlamışam, o hadisədə bir ayrı. Bəli, yaz. Daha doğrusu oğurlamışam, yox. Qazanıb, aparıb, uduzmuşdum. Həmin bu idarə, həmin idarədir ki, orada dəri yükləyirlər, neyirlər, belə-belə şeylər var. Həmin idarənin qarolçusudur, gözətçisidir mənim dayım. Dayım ağır xəstədir. Məni anam xahiş edir ki, get dayımın yerində qal da, indi dayım xəstədir. Bir neçə gün onun yerində qalır. Mən təsəvvür ediyorum ki, axşam o işdən çıxıram, gəlib gedirəm, ora, o qarolxanada, o gözətçixanada gecəmi keçirdirəm. Günün birində artıq 5-10 gündür belə mən hər gecəni orada keçirdirəm. Günün birində o dəmir yolu işindən yorğun gəlmişəm, çörəyimi yemişəm evdə. İndi gedirəm axşam orada növbə çəkməyə. Çölün ortasında mən dayım arvadı qavalına çıxdım. Dedi, hara gedirsən? Dedim ki, idarəyə gedirəm də, orada növbəyə gedirəm. Dedi ki, sən bilən mənim qızımın, qızılların kimi uğurlayıb. Mən onda 17 yaşım var. Həmin o dövrdür. Dedi, sən bilən mən qızımın, qızılların kimi uğurlayıb. Dedim, bilməyəm. Dedi, sən bilmirsən, sən Churchill'dən çox bilirsən. Churchill'də o dövrün mənə misal olub, o hərəkətləri, sən Churchill'dən çox bilirsən. Bir doğrusu o anda heç nə başa düşmədim. Getdim, axşamı gecələdim orada. Sonra məlum oldu ki, qızın öz qardaşı bacısının evindən, bacısına aid olan qızılları oldu. Yəni bunun üstü açıldı da bilindik. Aradan bir neçə il keçəndən sonra o dayım oğlanları, bir başqa dayımın oğlu mənə dedi ki, sən bilirsən o vaxtı onlar o qızının uğurlanmasını səndən görürdü. Siz onu deyəndə mən təxmin bildim. Öz-özümə belə doğrudan onda çaşdım ki, nətər yəni, bax, fikir verin burada, siz deyirsiniz kimlərdən incimisən. Mən o cür yorğunluqdan sonra gəlib gedirəm orada, gözətçixanada qarol çəkirəm. Həm günüm, gecəmin yarısını yatıram, yatmıram orada. Amma uğurluqda mən tanımıyorum. Xəbərim olmuyor. Sonra da məlum oldu da deyim. Yəni onlar müəllim heç vaxt insan yaddaşından silinmir. İnsan bilmirəm müəllim, mən heç vaxt belə bir insana mən ömrü boyu bağışlayıram, amma heç vaxt yadımdan çıxartmıram. Mən də eləyəm. Əsas unutmaq olmur, axı unutlanmazsan. Amma ki, bağışlamaq sənin əlindədir. Unutmaq səndə deyil. Bağışlamaq səndə.